Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan Newtonun ikinci qanunu mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci sualda deyilir ki, hər iki arabaya eyni qüvvə tətbiq edilir. Qüvvə hansı arabanın sürətini daha asandır? Baxırıq şəkillərdə bir arabada 400 kq yük vardır, digər arabada isə 100 kq-dır. Qüvvələr eynidir və bizdən soruşulur ki, hansının sürətini daha asan dəyişmək mümkündür. Təbii ki, ikinci arabada, yəni 100 kq kütləli arabanı sürətini dəyişmək daha asandır. Çünki daha yüngüldür və bunu hərəkət etdirmək daha rahatdır. Cismin sürətinin dəyişməsi nədən asılıdır? Cismin sürətinin dəyişməsini biz əvvəlki dərslərdən keçmişik, təcriddir. Sürətinin dəyişməsi asılıdır. Buradan belə nəticəyə gələ bilərik ki, qüvvədən asılıdır. Sürətin dəyişməsi kütlədən asılıdır. Gəlin bunu daha geniş formada öyrənək. Burada da eyni sualı bizdən soruşur ki, hansı halda təcrid böyük olar? Əgər cismin kütləsi kiçikdirsə, onun təcridi, yəni sürətinin dəyişməsi daha böyükdür. Çünki kiçik kütləli cismi hərəkət etdirmək daha rahatdır. Yəni, kütləsi böyük olan cismi hərəkət etdirmək və ya qüvvə tətbiq etmək kiçik kütləli cismə nəzərən daha çətindir. Baxın, şəkillərdə də görürsünüz. Əvəzləyici qüvvənin sıfıra bərabər olduğu hallarda cismin hərəkəti Newtonun birinci qanunu ifadə olunurdu. Cismə tarazlaşmayan qüvvələr təsir etdikdə o sükunətdədirsə hərəkətə başlayırdı. Hərəkət edirdirsə sürətini artırırdı və yaxud azaldırdı. Sürətin dəyişməsi təcrid adlanan kəmiyyətlə olunur. Biz bunu əvvəlki dərslərdən keçirdik. Belə çıxır ki, əvəzləyici qüvvə sıfırdan fərqli olduqda o təcillə hərəkət edir. Təcrübələrdən də məlum olmuşdur ki, cismə təsir edən əvəzləyici qüvvə cismin kütləsi ilə təcili arasında əlaqə mövcuddur. Cismin kütləsini biz sabit saxlasaq və onun qüvvəni artırıb azaltmaq və ya təcilini hesablamaq mümkündür. Həmçinin qüvvəni sabit saxlayaraq cismin kütləsini artırıb azaltmaq olar. Təcrübə göstərir ki, cismin təcili ilə əvəzləyici qüvvə düz mütəmsil. Yəni, əgər kütlə sabit qalarsa, əvəzləyici qüvvə artan zaman, bu zaman əvəzləyici qüvvə artarsa və yaxud əvəzləyici qüvvə sabit qaldıqda, kütləsi azalarsa, cismin sürəti daha tez dəyişir. Yəni, təcilin daha böyük olması mənasına gəlir. Yəni, əgər kütlə sabitdirsə, biz deyə bilərik ki, qüvvə ilə təcil mütənasibdir. Yəni, qüvvə artanda təcil də artır, qüvvə azalanda təcil də azalır. Yəni, bu mümkündür ki, biz deyə bilərik ki, qüvvə ilə təcil düz mütənasibdir. Və həmçinin deyə bilərik ki, cismin kütləsi qüvvə ilə düz mütənasibdir. Yəni, biz kütləsi kiçikdirsə, biz buna az qüvvə tətbiq edirik. Kütləsi böyükdirsə, daha böyük qüvvə tətbiq edirik. Əgər qüvvələr eynidirsə, kiçik kütləli cismi hərəkət etdirmək, yəni onun sürətini artırmaq, böyük kütləli cismə nəzərən daha asandır. Yəni, belə nəticəyə gəlirik ki, kütlə ilə təcil tərs mütənasib kəmiyyətlərdir. Qüvvə artdıqca cismin hərəkət sürəti artır. Yəni, qüvvə ilə təcil düz mütənasibdir. Həmçinin burada da görə bilirsiniz. Yəni, qüvvə artanda hərəkət sürəti artır və nəticədə qüvvə ilə təcil düz mütənasib olur. Yəni, təcil artdıqca qüvvə də artır, təcil azaldıqca qüvvə də azalır. Ona görə də bütün bu dediklərimizi ümumiləşdirsək, deyə bilərik ki, Newtonun ikinci qanunu cismə təsir edən qüvvə onun kütləsi ilə təcili hasilinə bərabərdir. Düsturda F qüvvədir, vektorial kəmiyyətdir. Vahidi Newton, cihazı dinamometrdir. M kütlədir, vahidi kiloqramdır. Skalyar kəmiyyətdir, cihazı tərəzidir. A təcildir, təcil vektorial kəmiyyətdir. Vahidi metr per saniyə kvadratdır, cihazı isə akselerometrdir. Əgər biz qüvvənin vahidini, Newtonlu, yəni qüvvə vahidi olan Newtonu biz digər vahidlərlə ifadə etsək, bu zaman belə nəticəyə gələrik. Yəni, F bərabərdir MA, kütlənin yeni kiloqram, təcilin yerinə metr bölü saniyə kvadratı yazsaq, Newton kiloqram vurur metr bölü saniyə kvadratına bərabər olar. Təcil həmişə əvəzləyici qüvvə istiqamətində yönəlir.
Yəni ümumiləşdirsək, biz bunu düstur şəklində dəftərimizdə də qeyd edə bilərik. Kəmiyyət kimi qüvvə, F qüvvənin işarəsi, düstura F bərabərdir ma, vahidi Newton, cihazı dinamometr olacaq. İsaac Newton tərəfindən kəşf olunmuşdur ki, cisimlərin mexaniki hərəkət, qarşılıqlı təsir qanunlarını, həmçinin ümumdünya cazibə qanununu kəşf etmişdir. Keçək tapşırıqlara. Birinci tapşırıqda deyirik ki, Newtonun ikinci qanunundan istifadə edərək birinci qanunu əldə etmək olarmı? Əgər biz deyiriksə Newtonun ikinci qanunu F bərabərdir ma, onda belə nəticəyə gələ bilərik ki, əgər bizdə sürət dəyişməsi olmursa, bu zaman təcil sıfıra bərabər olacaq, yəni təcil olmayacaq. Bu zaman qüvvə də sıfıra bərabər olacaq və onda belə nəticəyə gəlirik ki, cisim ya sükunətdə olsa, və yaxud düz xətli bərabər sürətlə hərəkət etsə, və yaxud hərəkət zamanı sürətini dəyişmirsə, bu zaman biz belə nəticəyə gəlirik ki, təcil sıfırdır və nəticədə qüvvə də sıfır bərabər olur. Bu da Newtonun birinci qanunu bizə verir. Digər tapşırığa baxsaq, bizdə əvəzləyici qüvvənin təcilini onun qüvvəsindən asılı qrafik verilmişdir. Kütləsini bizdən soruşur. Biz bilirik ki, F bərabərdir ma-dır. Biz buradan kütləni tapsaq, bu zaman qüvvəni təcilə bölürük və hesablayaq. İstənilən rəqəmi götürə bilərik. Yəni biz 5-i götürmüşüksə, ona uyğun 0,1-i götürməliyik. Əgər onu götürmüşüksə qüvvə kimi, ona uyğun 0,2-ni götürməliyik. Əgər 15-i götürmüşüksə, ona uyğun 0,3-ü götürməliyik. İstədiyimiz rəqəmi götürək. Tam 5-i götürmüşüksə, A kimi biz 0,1-i götürürük və hesablayırıq. Bu da eləyəcək 50 kiloqram. Buradan da belə nəticəyə gəlir ki, bizdə birinci Y variantı olur. Digər tapşırıqda əslində bizim həlli bizim kitabımızda verilmişdir. Sadəcə bunu bir daha izahatına verək. Kütləsi 50 kiloqram olan cisim sükunət vəziyyəsindən 200 Newton dartı qüvvəsi tətbiq olaraq hərəkət etdirilir. Sürtünmə qüvvəsi də verilib. Bizə deyilir ki, qüvvə diaqramı olur. Qüvvə diaqramını qurmaq üçün biz bilirik ki, önə doğru dartı qüvvəsidir. Arxaya da doğru sürtünmə qüvvəsi, çünki sürtünmə hərəkətin əksinə yönəlir. Ağırlıq həmişə cismin mərkəzindən aşağıya yönəlir. Səth üzərində olduğu üçün, müəyyən bir səth üzərində olduğuna görə burada reaksiya qüvvəsi də meydana çıxır. Reaksiya qüvvəsi də cismin mərkəzindən yuxarıya doğru yönələcək. Bütün bu qüvvələri yazsaq, biz belə nəticəyə gələrik ki, əvvəlcə biz şaquli və üfüqi istiqamətdəki qüvvələrə baxarıq. Cisim əgər üfüqi istiqamətdə hərəkət etdirilirsə, bu onu göstərir ki, şaquli istiqamətdəki qüvvələr bir-birini tarazlaşdırır, yəni bərabər. Yəni R-nə F-a bir-birinə bərabərdir. Ona görə də biz üfüqi istiqamətdəki qüvvələrə baxırıq. Üfüqi istiqamətdə dartı və sürtünmədir. Və nəticədə biz baxıb görürük ki, hərəkət önə doğru hərəkət etdirilir. Bunu göstərir ki, öndəki qüvvə arxadakı qüvvədən daha böyük. Yəni biz F dartı, F sürtünməni çıxıb bərabər edirik ma-ya. Sükunət vəziyyətindən hərəkət etdirilirsə, bu onu göstərir ki, burada müəyyən sürət dəyişməsi baş verir. Ona görə də ma yazırıq. Gətirib rəqəmləri qoyuruq. Dartını yenə sürtünməni yenə 150 qoysaq, bu zaman görərik ki, cavab kütlə 50-dir. A isə olduğu kimi saxlayırıq. Gətirib hesablasaq, biz A-nı 1 almış olarıq. Bizdən soruşulur ki, əvəzləyici qüvvəni və təcili tapın. Biz təcili tapdıq. Sonra bizdə müəyyənləşdirdik ki, yük üfüqi istiqamətdə 1 m/saniyə kvadratı ilə hərəkət edir. Sağa tərəf hərəkət edir. Cisim sükunət vəziyyətində hərəkət etdiyinə görə onun başlanğıc sürəti demişdik ki, 0-a bərabərdir. Amma sürətini tapmış olsaq, V bərabərdir AT, V bərabər V0 AT. Yəni, biz əslində təcilin düsturunda da keçmişdik ki, A bərabərdir, V çıxılsın V0 bölünsün T. Burada başlanğıc sürəti 0 götürsək, V AT-yə bərabər olacaq və sürət 2 m/saniyə bərabər olacaqdır. Deməli, biz bu məsələdə qüvvəni, təcili hesablamış olduq. Digər tapşırıqda bizə deyilir ki, şəkildə kürəciyin sürət və ona təsir edən əvəzləyici qüvvə vektorları təsvir edilir. Kürəciyin təcili hansı istiqamətlidir? Gəlin bunu hesablayaq.
Biz demişik ki, təcil həmişə qüvvə istiqamətidir. Əgər bizim qüvvəmiz 4 istiqamətində yönəlmişdirsə, biz onda deyə bilərik ki, təcil də 4 istiqamətində yönəlmişdir. Digər tapşırıqda deyilir ki, kütləsi 4 kiloqram olan cisim 10 Newton qüvvənin təsiri altıdır. Hansı təcili hərəkət? Kütlə bizə 4 kiloqram verilib, yazarıq M bərabərdir 4 kiloqram. Qüvvə 10 Newtondur, yazarıq F bərabərdir 10 Newton. Bizdən təcil soruşulur, yəni A bərabərdir sual. Biz qüvvənin üstünü yazsaq, F bərabərdir M vurulsun A şəklində yazarıq. Verilənləri yerinə qoysa 10 bərabərdir 4 vurulsun X. X-i tapsaq, biz onu 4-ə bölmüş olmalıyıq. Yəni 2,5. Yəni biz təcili 2,5 tapdıq. Vahidi də bilirik ki, təcilin vahidi metr bölü saniyə kvadratıdır. Ona görə də C variantını qeyd edirik. Qüvvənin təsiri cismin sürət dəyişməsi nə deməkdir? Yəni biz cismə qüvvə təsir göstərdikdə o sürətini müəyyən bir qiymətdən digər qiymətə görə dəyişir. Yəni ola bilər ki, sürətini ya artırır, ya da sürətini azaldır. Sürətinin artırıb azalması onu göstərir ki, artıq cisim müəyyən təcillə malikdir və o təcil də məhz qüvvənin sayəsində baş verir. Newtonun ikinci qanunu nəyi müəyyənləşdirir? Newtonun ikinci qanunu onu müəyyənləşdirir ki, əgər cisim sükunətdə deyil, əgər cisim sükunətdədirsə, ona təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidirsə, yəni təsir edən qüvvələr bir-birini tarazlaşdırmırsa, bu cisim sürətini ya artıracaq, ya da azaldacaq. Yəni müəyyən bir sürətə malik olacaq. Əgər cisim düzxətli bərabər sürətlə hərəkət edirdirsə, bu zamanda əgər ona təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidirsə, bu zamanda cisim müəyyən sürətlə hərəkət edəcək, yəni yenə də sürətini ya artıracaq, ya da azaldacaq. Yəni həm də onu müəyyənləşdirdi ki, cismi təsir edən qüvvə onun kütləsi ilə və təcili ilə düz mütənasibdir. Yəni kütlə sabit olduqda cismə təsir edən qüvvə təcillə düz mütənasibdir. Əgər biz təcili sabit götürsək, cismə təsir edən qüvvə kütlə ilə düz mütənasibdir. Amma qüvvəni sabit götürsək, qüvvə ilə təcil tərs mütənasib olaraq qəbul olunur. Qüvvə vahidi Newton olan əsas vahidlərlə necə ifadə olunur? Biz bilirik ki, qüvvə vahidi 1 Newtondur. Qüvvə də biz Newtonun ikinci qanununa görə belə qəbul etdik ki, M vurulsun A-dır. Kütlənin yerinə kiloqram yazsaq, təcilin yerinə də metr bölü saniyə kvadratı yazarıq. Və nəticədə də biz Newtonu əsas vahidlər olan kiloqram vurur metr bölü saniyə kvadrat olacaq. Cismin təcil vektoru hansı istiqamətə yönəlir? Həmişə təcillə qüvvə üst-üstə düşür və hansı istiqamətə yönəlirsə, təcil də həmin istiqamətə doğru yönəlir. Digər tapşırıqda deyilir ki, kütləsi 64 kiloqram olan cisim 192 Newton əvəzləyici qüvvənin təsiri altında hansı təcil hərəkət? Kütlənin yerinə 64 kiloqram yazırıq. Yəni kütlə bizdə bilirik M hərfinə işarə olunur. Yazırıq 64 kiloqram. Qüvvə bizdə F-dir. Yazarıq 192 Newton. Təcil bizdən soruşur. Təcil A hərfinə işarə olunur. Həlli hissəsində Newtonun ikinci qanunu, yəni F bərabərdir MA-nı qeyd edirik. Verilənlərini yerinə yazsaq, 192 bərabərdir 64 vurulsun X. X də bərabər olacaq. Yəni kütlə, təcil bizdə 3. Əgər biz təcili tapmışsa, onda cavabı metr bölü saniyə kvadratı ilə ifadə etməliyik. Çünki təcilin vahidi metr bölü saniyə kvadrat. Deməli, biz bu məsələdə təcili hesablamış və tapdıq. Təcil 3 metr bölü saniyə kvadratına bərabər. Keçək digər tapşırığa. Digər tapşırıqda kütləsi 1200 kiloqram olan avtomobilin başlanğıc sürəti 15 metr bölü saniyədir. Avtomobil 20 saniyədən sonra dayanarsa, ona təsir edən əvəzləyici qüvvənin istiqamətini, həm qiymətini, həm də istiqamətini. Əgər biz baxırıqsa, kütlə verir bizə. Yəni yazaraq M bərabərdir 1200 kiloqram.
Başlanğıc sürəti, yəni V0 bizdə 15-dir. 15 metr bölü saniyədir. Zaman verilib T bərabərdir 20 saniyə. Əgər cisim dayanıbsa, bunun son sürəti 0-a bərabər olacaq. Bizdən qüvvəni soruşur, həm qiymətini, həm də istiqamətini. Biz bilirik ki, F bərabərdir MA-dır. Təcilin də üstünlüyünü bilirik ki, M, yəni A-nı yeni yaza bilərik ki, V çıxılsın V0 bölünsün T. Qoyaq qiymətlərini hesablayaq. M-in yerinə 1200 yazarıq. Bizdə başlanğıc sürət var, son sürət yoxdur. Ona görə başlanğıc sürəti yazsa, yaza bilərik ki, 0 çıxılsın 15. Zaman da 20-dir. Hesablayaq. Biz buradan cavabı 900 almış olarıq. Və şarı mənfi şarı alırıq. Bu onu göstərir ki, bizdə qüvvə hərəkət istiqamətində deyil, hərəkətin əks istiqamətində yönəlmişdir. Yəni sola tərəf yönəlir. Çünki hərəkətimiz yavaşlayan hərəkətdir. Çünki sürətini azaltmışdır, sürəti sıfıra inmişdir. Bu onu göstərir ki, sürətin azaldığına görə bizdə hərəkət bərabər yavaşlayan hərəkətdir. Burada təcil və qüvvənin istiqaməti sola tərəf. Cismin kütləsi sabit olduqda onun təcilinin əvəzləyici qüvvədən asılılıq qrafiki. Bunu qursaq əgər bizdən soruşur təcilin qüvvədən asılılıq qrafikini. Biz bilirik ki, Newtonun ikinci qanununa görə F bərabərdir MA-dır. Əgər kütlə sabit isə qüvvə ilə təcil düz mütənasib olacaq. Çünki təcil artdıqda qüvvə də artacaq, təcil azalanda qüvvə də azalacaq. İkinci halda deyilir ki, cisim düz xəttlə bərabər sürətlədir. Ona təsir edən əvəzləyici qüvvəni və təcilini müəyyən edir. Əgər biz deyiriksə, cisim düz xəttlə bərabər sürətlə hərəkət edir, bu onu göstərir ki, sürət sabitdir, dəyişmir. Bu zaman sürət dəyişməsi də, yəni delta V 0-a bərabər olacaq. Təcil də bilirik ki, sürət dəyişməsinin zamana olan nisbətidir. Onda təcil də 0 olacaq. Newtonun ikinci qanununa görə, yəni F bərabərdir MA-da. Əgər A 0-dırsa, onda bizdə qüvvə də 0-a bərabər olacaq. Digər tapşırığa baxaq. Bizdən soruşulur ki, cismə təsir edən qüvvə 10 Newton artdıqda təcili 2 dəfə artır. Əvəzləyici qüvvənin əvvəlki qiymətini müəyyən edir. Qüvvə 10 Newton artırsa, biz bunu yaza bilərik ki, yəni ikinci qüvvə, yəni sonraki qüvvə bərabərdir. Birinci qüvvə üstəgəl 10. Təcil 2 dəfə artır. Yəni ikinci təcil 2 vurulsun A1-ə bərabər olacaq. Bizdən soruşur əvvəlki qüvvəni, yəni F1-i bizdən soruşur. Biz bunu yenə də Newtonun ikinci qanununa hesablayacağıq. Biz bilirik Newtonun ikinci qanunu F bərabərdir MA-dır. F-lərlə A-lar düz mütənasibdir. Düz mütənasibliyi yazsaq, bu şəkildə yazaraq. F1-in F2 olan nisbəti bərabərdir A1-in A2 olan nisbətinə. Sonra verilənləri gətirib yerinə qoyuruq. F1 bizə verilməyib tək başına. Ona görə F1-i olduğu kimi saxlayıram. F2 bizə verilib ki, F1 üstəgəl 10-dur. F2-nin yerinə F1 üstəgəl 10 yazıram. A1 yenə tək başına bizə verilməyib. A1 olduğu kimi saxlayıram. A2-nin yerinə 2A1 yazıram. Burada da bilirik ki, A1-lər ixtisar gedəcək. Və nəticədə tənasüb qaydası ilə hesablasaq, 2F1 bərabərdir F1 üstəgəl 10 olacaq. Buradan da F1-i tapsaq 10 Newton almış olarıq. Deməli, biz burada əvəzləyici qüvvənin əvvəlki qiymətini hesabladıq və 10 Newton tapdıq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, üfüqi istiqamətdə düzxətlə hərəkət edən üstəlik qızıl qutbun kütləsi 1,2 kiloqramdır.
təcili mənfi 1,1 metr/saniyə kvadratıdır. Ona üfüqi və şaquli istiqamətə təsir edən qüvvələrin əvəzləyisini. Əgər biz düzxətlə hərəkət edirsə üfüqi istiqamətdə, buna müəyyən qüvvələr təsir edəcək. Tutalım, aşağıya doğru bizdə ağırlıq qüvvəsi təsir edəcək. Yuxarıya doğru biz götürsək, bu zaman yuxarıya doğru havanın müqavimət qüvvəsi təsir göstərə bilər. Sonra, yəni burada yuxarı cisim yəni bizim quşumuz yuxarı və aşağı hərəkət etmirsə, bu onu göstərir ki, şaquli istiqamətdə qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Amma cisim üfüqi istiqamətdə hərəkət edirsə, üfüqi istiqamətdə deyirik ki, cismin kütləsi 1,2 kiloqramdır və təcili də bizə verib A bərabərdir mənfi 1,1 metr/saniyə kvadratıdır. Burada əvəzləyici qüvvəni tapaq, yəni bizdə söhbət gedir üfüqi istiqamətdə. Biz bilirik Newtonun ikinci qanunu F bərabərdir MA-dır. Yəni əvəzləyici qüvvə şəklində də yaza bilərik. Biz hesablasaq, təcil mənfidir, onda M vurulsun A olacaq. Yəni 1,2-ni 1-ə vurmuş olmalıyıq. Tapacaq 1,2 Newton. Demək, üfüqi istiqamətə təsir edən qüvvələr mənfi 1,2 Newtona bərabərdir. Bu da onu göstərir ki, əvəzləyici qüvvə hərəkətin əksi istiqamətində yönəlmişdir. Digər tapşırığa baxaq. Newtonun ikinci qanunu necə ifadə olunur? Biz bilirik, Newtonun F bərabərdir MA şəklində təyin olunur. Yəni, cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsi ilə təcili hasilinə bərabərdir. Əvəzləyici qüvvə hərəkətin əksinə yönəldikdə cisim yeyinləşən hərəkət edə bilərmi? Biz bilirik ki, qüvvə həmişə təcil istiqamətində yönəldir. Yəni, əgər bizim qüvvəmiz, yəni təcilimiz mənfidirsə, onu göstərir ki, bizdə hərəkət yeyinləşəndir, yeyinləşən ola bilməz. Çünki biz bilirik ki, yavaşlayan hərəkətdə sürət müsbət olduqda təcil mənfi olurdu. Sürət mənfi olanda təcil müsbət olurdu. Yəni, həmişə sürətlə təcil əks istiqamətdə yönəlmişdilər. Onu göstərir ki, bizim hərəkətimiz yavaşlayan hərəkətdir. Yeyinləşən hərəkət olması üçün qüvvə hərəkət istiqamətində yönəlməlidir. Digər tapşırığa baxaq. Digər tapşırıqda deyirik ki, avtomobilin sürəti 10 metr/saniyədir. Buna təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. 5 saniyədən sonra avtomobilin sürəti nəyə bərabərdir? Tutalım, bizim başlanğıc sürət verib 10 metr/saniyə. Əvəzləyici qüvvə 0-a bərabərdir. T 5 saniyə verib, zaman 5 saniyə. Bizdən soruşur ki, avtomobilin, yəni son sürət nəyə bərabərdir? Əgər biz deyiriksə, F əvəzləyici 0-a bərabərdir. Newtonun ikinci qanununa görə MA cisim müəyyən kütləyə malikdirsə, burada onu göstərir ki, təcilimiz də 0-a bərabərdir. Çünki əvəzləyici qüvvə ilə təcil üst-üstə düşür. Təcil də bilirik ki, sürət dəyişməsinin zamana olan nisbətidir. Əgər təcil 0-dırsa, onda belə çıxır ki, sürət dəyişməsi baş verməmişdir. Yəni, başlanğıc sürətlə son sürət bərabərdir. Və buradan da belə nəticəyə gələrək ki, bizim son sürətimiz 10 metr/saniyədir. Yəni, cisim düzxətli bərabər sürətlə hərəkət etmişdir. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, kütləsi 1000 kiloqram olan avtomobilin başlanğıc sürəti 20 metr/saniyədir. Ona təsir edən əvəzləyici qüvvə mənfi 400 Newton olarsa, 10 saniyədən sonra avtomobilin sürəti nəyə bərabər? Avtomobil neçə saniyədən sonra qeyd edək. Kütləni biz M hərfinə işarə edirik. Yazarıq M bərabərdir 1000 kiloqram. Başlanğıc sürəti 20 metr/saniyə. Əvəzləyici qüvvə F əvəzləyici mənfi 400 Newton. Zaman da bizdə verilib 10 saniyə. Bizdən son sürəti soruşur, verilini soruşur.
Bir də soruşulur ki, neçə saniyədən sonra dayanar? Yəni tormos müddəti kimi bizdən soruşur. Gəlin əvvəlki məsələdə biz baxaq. Və bizdə əvəzləyici qüvvə -400 Newtondur. Newtonun ikinci qanunu yazsaq, İma. Və burada biz əvəzləyici qüvvəni yenə -400 qoyaq. Kütlənin yerinə 1000 qoyaq və buradan təcili tapaq. Bizdə təcil hesablasaq -0,14 almış olarıq. metr/saniyə kvadratı. Sonra bizdən 10 saniyə sonra cismin sürəti nəyə bərabər olur? Yenə təcilin düsturunu yazsaq, A bərabərdir V/V0 bölünsün T'dir. Təcili yeni yazaram 0,14. Son sürəti bilmirəm, X yazaram. Başlanğıc sürəti 20 götürərəm. Zaman kimi deyir bizə 10 saniyədən sonra. Buradan X-i taparam, yəni son sürəti tapmış olsam 24 alınır. 24 metr/saniyə. Digər sualda deyilir ki, avtomobil neçə saniyədən sonra dayanar? Avtomobil neçə saniyədən sonra dayanan anda biz bilirik ki, dayanma halında bizdə son sürət 0-a bərabər olur. Təcil dəyişməyəcək, təcil yenə də 24. Təcil 0,14 metr/saniyə kvadratı olacaq. Biz buradan zamanı tapmalıyıq. Yəni A bərabərdir V çıxılsın V0 bölünsün T. Yəni A-nı yeni yazaram 0,14. Neçə saniyədən sonra, yəni 0-dan başlanğıc sürət bizdə verilmişdi 20. Məsələn şərtində əvvəlcədən biz başlanğıc sürəti 20 qəbul etmişdik. Zamanı bilmirik X. Buradan X-i yəni T-ni tapsaq, bu zaman zamanı 50 saniyə almış olarıq. Deməli biz bu məsələdə sizinlə verilənlərə əsasən təcili hesabladıq. Təcildən istifadə edərək biz son sürəti hesabladıq. Yəni burada son sürəti tapdıq. Daha sonra müəyyən müddətdə dayanması zamanı nə qədər müddətdən sonra dayanmasını müəyyənləşdirmək üçün yenidən təcilin düsturunu istifadə edərək zamanı hesabladıq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, Laçın dağlarında yaşayan Bezor dağ keçisi düz xətt üzrə qaçmağa başladığı andan 5 saniyə sürəti 15 metr/saniyə olarsa, keçiyə təsir edən əvəzləyici qüvvənin kütləsinə nisbətini tapın. Demək, zaman verib bizə ki 5 saniyə. Yazaram T bərabərdir 5 saniyə. Sürəti verib 15 metr/saniyə. Yəni bizdə bu sürət başlanğıc deyil, son sürət hesab olunacaq. Təsir edən əvəzləyici qüvvənin, F əvəzləyici qüvvənin kütləyə nisbətini tapın. Buradan belə nəticəyə gəlir ki, keçi əvvəlcən sükunətli idi, sonra başlayır qaçmağa. Onda bunun başlanğıc sürəti 0-a bərabər olacaq. Biz bilirik ki, Newtonun ikinci qanununa görə F əvəzləyici bərabərdir M vurulsun A. Yəni biz F əvəzləyicini M-ə bölsək, biz təcili tapmış oluruq. Təcil də bilirik ki, V çıxılsın V0 bölünsün T-yə bərabərdir. Yəni son sürətdən 15-dən 0 çıxacaq, böləcəyik 5-ə. Və bunu da hesablasaq 3 metr bölünsün saniyə kvadratı almış olaraq. Yəni biz burada əslində təcili hesablamışıq. Verilənlərə əsasən biz müəyyənləşdirdik ki, cisim düz xətt üzrə hərəkət edir və hərəkət zamanı da o müəyyən bir təcili malikdir. Biz bugünkü dərsimizdə sizinlə Newtonun ikinci qanunu mövzusu ilə tanış olduq. Öyrəndik ki, cismin kütləsi ilə qüvvə və təcil arasında hansı əlaqə mövcuddur. Həmçinin bu mövzuya aid bəzi tapşırıqlara baxdıq və bu tapşırıqlar sayəsində mövzunu daha dərindən öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.